Dan yeri yenicə ağarıb. Günəş dağların arxasından öz şəfəqlərini Kolanı dərəsi boyunca da yayıb. Dağların döşündə artıq o şəfəqlərin qızartıları necə də gözəl görünür. Görünən bu ərazi Xaçın dərəsidir. Qədim, qaim Kolanı tayfalarının bir qisminin məskunlaşdığı Xaçın dərəsi və həm də Kolan obası. Burada mollalar, kürklər, Əlimədətli, Xaçın Dərbəndli, Cinli və Əlağalı kəndləri bərqərar olmuşdu. Qədim Kolan tayfalarıdır. Öz mərdliyi ilə, öz qəhrəmanlığı ilə, insanların zəhmətsevərliyi ilə, fədakarlığı ilə, qonaqpərvərliyi ilə və eyni zamanda cəsurluğu, qorxmazlığı, qoçaqlığı ilə seçilən və karlı kişilərin, gözəl ziyalıların beşiği olan Kolanı obası. Bu oba çox böyük qəhrəman insanlar yetişdirib. Zallar Araz, Qaçaq Zallar Araz, Qaçaq Osman, Qaçaq Gəncim kimi kişilər bu torpaqda dünyaya göz açıblar, burada böyüyüblər, ad-san qazanıblar. Bu Kolanı obası Bayram Bayramov kimi böyük bir xalq yazıcısı, eyni zamanda Alxas müəllim kimi, Fərman müəllim kimi, Kamal müəllim kimi, Ziyəddin müəllim kimi gözəl ziyalılar yetişdirilmiş bir obadır, bir kənddir. Eyni zamanda Qarabağ savaşında bu oba özünün cəsur və qəhrəman oğulları ilə də ad çıxardı. El, oba həmişə vətənin ağır günündə oğulları ilə tanınır deyiblər. Bu Kolanı dərəsi, Kolanı obası Qarabağ savaşında Azərbaycanın milli qəhrəmanları olan Əlabbas Qaraoğlu İskəndarov, Yılmar Şahmaroğlu Edilov, Nadir Alışoğlu Əliyev kimi oğullar da ortaya çıxardı. Gözəl məkandır, gözəl yurtdur, gözəl torpaqdır və belə bir obanın, belə bir yurdun, belə bir torpağın uğrunda vuruşmağa da dəyərdi, ölməyə də dəyərdi. Bu məqamda yeridir ki, mən məhz Kolanıma həsr etdiyim şeirimi səsləndirim. Gözəl insanlar da bu şeiri dinləsinlər.